Salam, bu qısa videoda biz Testbank təhsil platforması ilə tanış olacağıq. Gördüyünüz səhifə saytın ana səhifəsidir. Burada test yüklə və test həll et bölmələri var və ən son əlavə edilən testlər görünür. Növbəti səhifə haqqımızda səhifəsidir. Burada Testbank haqqında məlumat verilir. Daha sonra blog. Burada ən son əlavə edilən məqalələr qeyd olunur. Daha sonra test yüklə bölməsi mövcuddur. Burada testləri yükləmək mümkündür. Daha sonra test həll et bölməsi var. Burada həmçinin imtahana hazırlaşmaq üçün bölmə var. Daha sonra testlər bölməsi, ümumi yüklənmiş testlər görünür. İmtahan nəticələrini göstərən səhifə mövcuddur. İmtahan şifrəsi daxil edilməklə nəticələr göstərilir. Əməkdaşlıq. Burada əməkdaşlıq görünür. Məlumat verilir əməkdaşlıq üçün. Əlaqə bölməsi və məqalə yazmaq üçün bölmə mövcuddur. Test həll et bölməsinə daxil olaq və hər hansı bir sınaq imtahanı yaradaq. Təsadüfi test seçiminə daxil oluruq. Neçə suallı sınaq yaratmaq istədiyimizi seçirik. Məsələn, 5 suallı. Hansı testləri istifadə etmək istədiyimizi seçirik. Məsələn, 10 və 17-ci testlər arasından 2 test. %100 və 250-ci testlər arasından 3 test. İmtahan qaydaları ilə razılaşıb imtahana başla düyməsini sıxırıq. Qarşımızda suallar görünür. Sualları oxuyaraq suallara cavab verə bilərik. Cavab verdikdən sonra cavabı saxla düyməsi basılmalıdır. Sual cavablandırmasaq belə cavabı saxla düyməsi basılmalıdır. Məsələn, burada yazılı cavab tələb edən sual görünür. Yazılı cavabı buraya yaza bilərik. Məsələn, yazırıq 1500. Cavabı saxla basırıq. Növbəti sual. Daha sonra son sual görünür. Son sualda cavablandırırıq. Cavabı saxla düyməsini basırıq. Əvvəlki testlərə qayıdaq. Bütün suallar cavabı saxla düyməsini basmaqla cavablandırıldıqdan sonra imtahanı bitir düyməsi görünür. İmtahanın yekun nəticələri görsənir. Sonda imtahan şifrəsi, imtahan başlama tarixi və bitmə tarixi, ümumi imtahan nəticələri, suallar və verilən cavablar müqayisə olunur yazılı suallar üçün. Sonda yeni test həll etmək üçün bölmə, imtahan nəticələrini çap etmək üçün bölmə və başqa test nəticələrini axtarmaq üçün bölmə mövcuddur. Bu videoda bu qədər. Növbəti videolarda görüşənədək.